Dünəndən hər kəsin danışdığı bir mövzu haqqında mən də istəyərdim sizlərlə fikir bildirim. Bu müğənni var, təxəllüsü də Əfəndidir, düzdür. Əfəndi türklərdə əsilzadəyə deyirlər, yəni Əfəndi ziyalı adamlara deyirlər. Bilmirəm kimdir, nə yoxdur elə. Nə gəldi təxəllüs sözünə qoyur. Söhbət onun erməni ilə qucaqlaşması, sonra gəlib demək ki, mən nə demişəm ki, mən bunu neyirəm ki, süd deyir, ermənilərlə sülh imzalamamış. Bilirsiniz, belələrinə birinci elərini demək lazım, Ermənistan Azərbaycanla heç bir sülh müqaviləsi yoxdur. İkinci laf, nəsə olsa belə, o demək deyir ki, biz hardan erməni görüb onu qucaqlayıb öpməliyik. Yəni, çox belə, və orada ona da deyən yoxdur ki, onda bir nəfər onu demədi ki, onu ki, belədir, məsələ budur. Çünki, baxın, müzakirələr elə səviyyəyə gəlib çatdırıblar ki, elə adamlar müzakirə edir ki, hələ durub partiya sədrində Akif Nağını məhkəməyə verməklə hədələyir. Yəni ki, belə elə mənə niyə təhqir ediblər? Sən o hərəkət, amma bu anlamır ki, sən o hərəkətindən bütün xalqı təhqir etmir. Ən azı xalqın bir qismini, şəhid ailələrini, qaziləri və veteranları və s. ən azı bax, bu məsələdə ermənilərə qarşı daha prinsipial mövqe olanlar, 30 illik qaçqın həyatı yaşayanlar, birinci Qarabağ müharibəsində itkin qurban olanlar, sən hamısı onları təhqir edirsən. Baxın, bu bizim məhkəmədə, Bakı məhkəmədə erməni terrorçuların məhkəməsi gedir. Orada nə qədər şahidlər durur bizim sakinlər arasında, hansılar ki, əsir olublar, orada işgəncələr görüblər onların əlindən, yaxınlarını itiriblər və sən onları təhqir edirsən bəs bu məsələlərlə. Yəni ki, və burada təkcə o özünü Əfəndi təhlisi qoyanın günahı deyil, bu cəmiyyətimiz bu gündədir. Mən baxıram bizim cəmiyyətə, yəni bir ermənilərə bir erməni nəsə xoş sözdür, tökülüşürlər onu dəstəkləməyə. Bu, mən günah təkcə bunda deyil, günah həm də bizim indi Bakıya gəlirlər, biz İrəvana gedirik, həmən o bizim bu siyasətə aparanlardandır. Siz o güya İrəvana, Bakıya gedən gələn siyasi şəhərçilər var. Bilirsiniz, olan bir erməni var idi. İrəvanda görüşdü bizimkinə, balaca boy kök. Ondan sonra erməni dilində bir verilişi var. Orada deyir ki, lazımca taxla gələcək. Yəni, onun ümumiyyətlə bizim hökumət iqtidar izləyir belə şeyləri. Ermənilərin əsas sifəti. Və yaxud da ermənilərin Aslanyan adlı siyasi şərhçisi var. Ukraynada yaşayır, erməni əsəri. Deyir ki, nəsə paylaşır sülh haqqında. Və sonra yazır, şərh orada yazır. Özü açıq bunu deyirlər. Artıq gizlətməyə də ehtiyac duyulur. Çünki artıq bizim nə qədər ya bu eyfariya qapıldığımızı, ya da ağlımızı itirdiyimizi, ya da yaltaqlığımızı artıq bilmirik, hansı səviyyədə təqdim etməyimizi görür və deyir ki, Paşinyan hitrid, yəni Paşinyan hiləgərlik eləyir. Yəni biz güc yığandan sonra yeni əsas simasını Paşinyan açacaq. Yəni ermənilər göstərəcək. Bunu ən azı xalq da cəmiyyət də izləməsə, bu ermənilərə qucaq açıb onları qucaqlamaq istəyənlər də istəməsə, xalq arasında, cəmiyyət arasında, mədəniyyət sferası arasında, siyasət sferası arasında fərq etməsə, buna iqtidar bunu görməli, iqtidar izləməli, iqtidar ümumiyyətlə erməniləri izləyirmi? Yoxsa elə özümüzə uyğun yaltaq politoloqlar, siyasi şərhçilər bütün gün televiziya kanallarına çıxardıb istədiklərinizi deyib danışır və bununla da hər şey bitmiş olmuraq. Yəni bu təkcə o özünə o Əfəndi təhlisi qoyan o müğənninin günahı deyil, o bir cəmiyyətin nümayəndəsidir və cəmiyyətdə, əgər o cəmiyyətdə o qınağı görməsəydi, o xalqda o qınağı görməsəydi, o heç vaxt o şey etməzdi. O görür ki, xalq özü hazırdır artıq erməni qucaqlamağa. Xalq artıq Xocalanı unudub, xalq 1918-i unudub, Mart qırğınlarını unudub, xalq 30 il işğalı unudub. Əgər bir xalq unudubsa mənə nə gəlib? Həmən də bu hökumət, hələ indi də hökumət ermənilərlə bu belə dostluq, qardaşlıqdan, Hayastan Azərbaycan dostluğundan danışırlar. Biz də məqamdan istifadə edək. Mən də öpüm, qucaqlayım da. Amma o qınağı görsəydi, o gözəl, yox, bizim cəmiyyət ideolojidir. Biz həmişə nə deyirik? Biz AK Partiya nə deyirik? İdeoloji cəmiyyət qurmaq lazımdır. İdeoloji xalq olmalıdır. İdeoloji dövlət olmalıdır. İdeoloji iqtidar olmalıdır. İdeoloji müxalifət olmalıdır. Bu heç biri olmadığı halda erməni qucaqlayacaqsan, 12 bal da verəcəksən. Elə sabah erməniyə ərə də gedəcəksən, ondan uşaq da doğacaqsan. Və düzünə var ki, burada sülhdür də artıq. Bir sülh imzalamışsan. Və bunu mən həm də hökumət yanımda o kalibrlərə, milvallara bəs paylaşırlar, elə ermənilərdən də statlar gətirirlər, ermənilərin müsahibələrini verir, SBS-lərə, mən onları göstərməm, onların başında duranlara, o siyasəti onlara tapşırıq verənlərə deyirəm, yəni iqtidara deyirəm, ayılın, hələ gec deyil, ayılın və bu eyfariyadan çıxın.